Salamlayıram hər birinizi yeni mövzu izahatından. Sizinlə bugün Hindistan mövzusu barədə izahat verəcək. Başlayaq. İlk öncə Hindistanın təbii coğrafi mövqeyindən. Hindistan ölkəsi Hindistan yarımadasında yerləşir. Şərqdə Qanq, qərbdə Hind sahilinə əhatə olunub. Şimalda isə soyuq hava kütlələrinin qarşısını kəsən dünyanın ən hündür dağlarından sayılan Himalay dağları yerləşir. Və indi isə keçirik əsas məsələlərimiz tariximizdə. Coğrafi şərait haqqında qısa məlumat verdik. Əslində eradan əvvəl 3-cü minillik. Hindistanda ilk mədəniyyət Mohenjo-daro və Harappa mədəniyyətləri formalaşır. Hansılar? Mohenjo-daro və Harappa mədəniyyətləri. Nədir bunlar? Mohenjo-daro mədəniyyətini qalıqlarını aşkarlayıblar, şəhərin qalıqlarını və bu şəhərdə su kəmərləri, kanalizasiya sistemi və s. tapılıbdır. Mohenjo-daroda. Harappada isə 2 mərtəbəli evlər, hovuz, digər tikililər, bu tipdə şəhər tikililər tapılıb və həmçinin də Harappa mədəniyyətinin yerində naməlum, mənşəyi bilinməyən yazı növündən istifadə olunub. Harappalıların deməli özlərinin yazısı olubdur. Ancaq bu günə qədər də onların yazısı hələ açıqlana bilmir. Mənasını heç kəs bilmir. Hələ ki tarixə sir. Və onların ilə sirli də bir yox oluşu var. Eradan əvvəl 2-ci minillikdə. Mohenjo-daro və Harappa mədəniyyətinin sakinləri bilinməyən bir səbəbdən ölkənin ərazisini tərk edib çıxıb gediblər. Hara yoxa çıxıblar bilinmir və bu da tarix üçün hələ də bir sirdir. Davam edelim. Danışaq. Hindistanda belə deyək, sivilizasiyaların inkişafından. Bir ölkədə, ümumiyyətlə, quldarlıq dövründə görürsünüz, hər bir ölkədə metal emalı birinci başlayır və metal emalının kəşfi nəticəsində təsərrüfat inkişaf edir. Hindistanda metal emalı nə zaman kəşf olunub? Yadda saxlayaq, eradan əvvəl 11-ci əsr. Və həmən bu 11-ci əsrlə birlikdə Hindistanda təsərrüfatda inkişaf görəcək. Bir məsələ. Qayıtdıq yenə 2-ci minilliyə. Eradan əvvəl 2-ci minillik. Hindistana köçəri Ari tayfaları gəlir. Ari tayfaların başında tayfa başçıları olur və bu tayfa başçılarının titulu isə Raca olur. Racilər Ari tayfalarının başçılarıdır. Və bunlar gəlirlər 2-ci minillikdə Hindistan ərazisinə daxil olurlar, yerli xalqla qaynayıb qarışırlar və belə deyək ki, bütün yerlərdə hakimiyyəti bunlar ələ alırlar. Artıq yerlərdə hakimiyyət həmən bu tayfa başçıları Racələrin əlindədir və vaxt keçdikcə Racələr güclənir, geniş torpaq sahələri ələ keçirir, belə deyək, əhalini özünə tabe edir və özünü padşah, hökmdar adlandırmağa başlayır və yavaş-yavaş hakimiyyətdə atadan oğula, oğuldan nəvəyə bu şəkildə irsən ötürməyə başlayır və beləliklə Hindistanda ilk dövlətlər formalaşır. Hindistanda ilk dövlətlər nə zaman yaranıb desək, eradan əvvəl 1-ci minillik. Hindistanda ilk dövlətlər formalaşır. Padşahlar kimlərdən meydana çıxdı? Racələrdən. Yadda saxlayaq. Racələr ilk bizim hökmdarlarımız oldu. Tamam. Zaman keçir. Gəlirik biz eradan əvvəl 6-cı əsrə. Hindistanın qədim dünya tarixində ilk dəfə kim ələ keçirib? Söhbət gedir Əhəmənilərdən. Və təbii ki 6-cı əsrin sonunda hakimiyyətdə olan kimdir? Yenə də 1-ci Dara. Əhəməni hökmdarı 1-ci Dara bu dövrdə gəlib Hindistanı eradan əvvəl 6-cı əsrin sonlarında şimal-qərb hissəsini ələ keçirir. Və Əhəmənilərdən sonra isə eradan əvvəl 327-26-cı illər ərzində Makedoniyalı İskəndərin biz Hindistana yürüşünü görəcəyik. O da Hindistanın demək olar şimal-qərb hissəsini tuta biləcək, ancaq Hindistanın içərilərinə doğru irəliləyə bilməyəcək. Səbəb isə həm ordunun artıq çox yorulmasını, geri qayıtmaq tələbi, ordu geri qayıtmağı tələb edir İskəndərdən. Və həmçinin ölkənin daxilində doğru irəlilədikcə yerli hindlilərin güclü müqavimətinə rast gəlməsi və bu iki səbəbdən dolayı da Makedoniyalı İskəndər Hindistanı tərk edir. Hindistanda yerli bir sülaləmiz var. Söhbət gedir Maurya sülaləsindən. Eradan əvvəl 317-180-ci illər arasında Maurya sülaləsinin hökmdarları hakimiyyətdə olur. Və bunların hakimiyyət dövründə görün nələr baş verir. Maurya sülaləsinin ən güclü hökmdarlarından biri olub Chandragupta. Chandragupta görək nə iş gördü. Chandragupta
Hindistanda Hind çayı hövzəsində olan Makedon qüvvələrini, Makedon Yunan qüvvələrini məğlub edib, Makedon işğalçılarına qarşı mübarizə aparıb və onları ölkədən qovub çıxarıbdı. İsə Makedonlarla mübarizə aparan Maurya sülaləsinin hökmdarını soruşsa, cavabınız Chandragupta olmalıdır. Tamam. Chandraguptadan sonra Maurya sülaləsinin və Hindistanın qədim dövrünün ən qüdrətli hökmdarı kim olub? Padşah Ashoka. Ashoka neydi? Ashoka eradan əvvəl 3-cü əsrin ikinci yarısında, yəni 250-200-cü illər arasında görək nə edib. Bütün Hindistanı ələ keçirir Ashoka, bütün Hindistanı vahid dövlətdə birləşdirir və bundan başqa ölkədə islahatlar aparır. Belə ki, ölkənin hər bir yerinə 33 kitabə qoydurur. Həmən kitabədə vergilərin miqdarı, nə zaman yığılacaq, bunun haqqında dəqiq qərarlar yazılır. 33 kitabə ölkənin ayrı-ayrı yerinə qoyuldu. Ölkəni vahid dövlətdə birləşdirdi. İqtisadiyyatını düzəltdi, qoşdu. Tamam. Bundan başqa nə etdi? Buddizmin əsas carçısı oldu. Buddizmin əsas himayədəri oldu. Birazdan Buddizm haqqında danışacağıq din mövzusunda. Buddizmin əsas himayədarı Hindistanda kim idi? Hökmdar Ashoka idi. Bunu da yaddan çıxartmayaq. Və eradan əvvəl 180-ci ildə Maurya sülaləsinin hakimiyyəti bitəcək, yekunlaşacaq və Hindistanda ümumiyyətlə yenidən dövlətlər, müxtəlif dövlətlər yaranacaq və Hindistan parçalanacaq. Tamam. Maurya sülaləsi haqqında da bildik. Daxil olaq indi isə Hindistan mədəniyyətinə. Mövzumuz xırda mövzudur, qəşəng, sadə mövzudur. Sadəcə bəzi şeylərə diqqət yetirmək lazımdır. Baxaq, Hindistan mədəniyyəti. Başlayaq ilk öncə dindən. Hindistanda əsas bu dövrdə 3 dinimiz var. 1. Brahmanların yaratdığı kasta quruluşundan danışacaq. İkincisi Hinduizmdən, üçüncüsü Buddizmdən. Birincisi nədir? Kasta nədir? Kasta dəyişməz hüquq və vəzifələri olan insan qrupuna verilən addır. Dəyişməz vəzifə və hüquqları olan insan, belə deyək, təbəqəsi, insan qrupu. Niyə dəyişməyən vəzifə? Kasta nədir? Belə bir şey var. Kasta quruluşu eradan əvvəl 12-11-ci yüzillikdə yaranıb və burada deyilir, Tanrı bu dində Brahma adlanır. Brahma deyir, insanları 4 qrupa, 4 kastaya böldü. Birinci kasta Brahmanlar kahinlərdir və güya Brahmanın dilindən yaranıbdır və onun dilindən danışma hüququna malikdirlər. İkincisi döyüşçülər, üçüncüsü kəndlilər, dördüncüsü isə qullar. Qullar deyilirdi ki, ən murdar işləri görən şəxslərdir Hindistanda və onları Hindistanda qulları yad və düşmən adlandırırdılar. Bunu da yadda saxlayaq. Bu oldu bizim kasta quruluşumuz. İkinci din Hinduizm dinidir. Hinduizm dini isə belə deyək ki, Hindistanda ilk dövlətin yaranması ilə birlikdə formalaşmağa başlayıb. Hindistanda ilk dövlət eradan əvvəl 1-ci minilliyin əvvəlində formalaşıb. Deməli, Hinduizm dində eradan əvvəl 1-ci minilliyin əvvəli 19-cu əsrlərdə 10 və yaxud 9-cu əsrlərdə formalaşıb. Hinduizm dininə görə belə deyək, Veda adlı bir kitab var. Veda biliklər toplusu, müdriklik, kamillik deməkdir bu sözün mənası, belə deyək, təxmin olaraq və Hinduizm dini belə deyək ki, Hindistanda yaranmış ən qədim dinlərdən biridir. Vəssalam. Müqəddəs kitabda nədir? Veda. Qutardı getdi. İndi Budda. Buddizmdən danışırıq. Söhbət gedir Gaumatadan. Görək Gaumata kimdir? Gaumata haqqında danışası olsaq bu deməli kim olur? Bu adam kastaya qarşı çıxırdı. Kasta quruluşunu sevmirdi və deyirdi ki, Gaumata deyirəm, mən də dilim donur, çaşır. Diqqətli olaq, Azərbaycan tarixindəki Gaumata ilə çaşdırmayaq. Gautamadır bu adamın adı. Gautama barədə nə deyə bilərik? Gautama kastalara qarşı çıxırdı və onun yeni yaratdığı din Budda. Onu Budda adlandırırdılar və dinin adını qoymuşlar Buddizm. Budda bilici, müdrik adam deməkdir. Bilici. Tamam, Budda bilicisə, Gautama nəyin bilicisidir ki? Gautama deyir ki, əgər xeyirli bir insan olmaq istəyirsənsə, düzgün bir adam olmaq istəyirsənsə, 8 yoldan, 8 əməldən istifadə etməlisən. 8 əməl haqqında kitabda yazılıb, uzun-uzadı danışmıram. Yaxşı söz, yaxşı əməl, yaxşı düşüncə, yaxşı vicdan filan. Bu kimi şeylər Buddaya görə yaxşı insan olmanın əsas amilləri idi. 8 əməl. Buddanı
belə deyək, Qautomanı Budda adlandırırlar. Budda bilici deməkdir, yol göstərən deməkdir. Və o kastalara qarşı çıxırdı. Yəni nə edirdi? Deyirdi ki, insanlar eyni olmalıdır. Bütün insanlar eynidir. Bütün insanlar bərabər hüquqluda olurlar və insanlar arasında belə qruplaşma yaratmaq olmaz. Kastalara mən qarşıyam deyir. Tamam. Və Buddizm dininin dedik Hindistanda əsas carçısı kim idi? Hindistanı vahid dövlətlə birləşdirən söhbət gedir Ashokadan. Yaddan çıxartmayaq. Davam edək. Baxaq Hindistanda elmi kəşflərə. Görək bunlar nəyə kəşf edir? Hindistan şahmat vətəninin, şahmat oyununun daha doğrusu vətənidir. Şahmat Hindistanda 4 qoşun növü adlandırılır. Top, fil, at, vəzir, piyada. Bunlar hamısı nədir? Bunlar hamısı ümumiyyətlə şahmatın özü qədim dövr Hindistanda ordunun düzülüş qaydası tam şəkildə. Deməli, şahmatın vətəni Hindistandır. 4 qoşun növü adlanır bu oyun həmçinin. Sümükdən filan oyulub düzəldilirdi fiqurlar. Tamam, başqa nə haqqında danışaq? Hindistanlılar deyirdilər ki, dünya şar formasındadır. Dünyanın şar formasında təsvir edirdilər. Həmçinin bugünkü gündə istifadə etdiyimiz onluq hesablama qaydaları var ki, 10 üstünə 10 gəl, məsəl üçün 15 üstünə 20 gəl, 6-6 toplamaq ki var. Onun yaradıcısı Hindistanlılardır. Onluq toplama sistemini yaradanlar, say sistemini demirəm ha, onluq say sistemi Şumerdir. Onluq hesablama sistemini yaradanlar, say sistemi yox, onluq hesablama sistemi, asan hesablama sistemini yaradanlar Hindistanlılar olubdur. Tamam, bundan başqa nə iş görüblər Hindistanlılar? Baxıb vurğulayası olsaq biz şarı dedik, şahmat dedik, bu riyaziyyatdakı bu uğurlarından danışdıq. Belə işlər və salam. Danışası olsaq başqa nəyimizsə qalıb? Əsas məsələ rəqəmlər. 0 rəqəmli hansı ölkə kəşf edib? Hindistan. Bunu da heç bir zaman unutmayaq. Həmçinin bunlar riyaziyyatda kvadrat kök, kub kök məsələlərini həll edə biliblər. Düşünün, Hindistanlı zəkalı olublar. 0 rəqəmi, kub və kvadrat kök kimi əməlləri icra edə biliblər. Tamam. Davam edək. İzahatda davam elətdirək. Danışdıraq Hindistan mədəniyyətinin digər hissəsi eradan əvvəl 3 və eradan əvvəl 1-ci əsr. Memarlıq. Eradan əvvəl 3-cü əsrə aid bizim bir memarlıq abidəmiz var. 4 başlı şir heykəli. Bu 4 başlı şir heykəli Hindistan memarlığının ən belə deyək gözəl nümunələrindən biri sayılır və bunun mənası belə vurğulanır ki, Hindistanın 4 tərəfinə baxan, yəni Hindistanı 4 tərəfdən mühafizə edən şir mənasındadır. Neçənci əsrdə düzəldilir? Eradan əvvəl 3. Eradan əvvəl 1-ci əsrə aid bizim bir məbədimiz inşa olunub və bir də dəmir darvazamız var. Məbəd və dəmir darvaza eradan əvvəl 1-ci əsr. Bu da dəmirçilik mi deyim, memarlıq mı deyim, Hindistanda dəmirçilik və memarlığın inkişafından xəbər verir. Deməli, eradan əvvəl 3-cü əsrə aid bir sütun gördük. Sütunumuzun üzərində şir heykəli var idi, 4 ədəd və Hindistanı güya ki 4 tərəfdən mühafizə edirdi. Eradan əvvəl 1-ci əsrə aid bir məbədimiz var və onun qabağında da bir dəmirdən, daşdan düzəldilmiş bir darvazamız var ki, bu da Hindistan memarlığının əsas o dövr üçün incilərindən biri hesab olunur. Və salam, tamam, mövzumuz bu qədər oldu. Çox qısa, sadə bir mövzudur. Diqqətli oxusanız heç mövzu izahatına da ehtiyac yoxdur. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Gələn dərs izahatlarımızda görüşənə qədər. Sağ olun, salamat qalın.